Salamlar, hər vaxtınız xeyirli olsun. Bugün sizlərlə Anti-Lock Braking System, yəni ki ABS-dən danışacağıq. Həm də ki tormozlanma necə verilməlidir, ümumiyyətlə tormoz verərkən nələrə diqqət eləməliyik, bunlardan biraz bəhs eləyəcək. Bugün yanımızda yenə MT-15'imiz var. Bildiyiniz kimi MT-15'də həm ön, həm arxa ABS sistemi var. Amma bəzi hallarda ABS sistemi insanı xilas elədiyi kimi, bəzi hallarda da təhlükələr yarada bilir. Çox vaxt görürəm ki, insanlar deyir ki, aşı, getdim, qəza elədim, səbəb isə ABS idi. Bastım tutmadı, belə oldu, elə oldu və s. Belə qeyd edeyim ki, onsuz da ABS-in əsas məqsədi odur ki, motosiklı sürüşməkdən və ani kilitlənməkdən qoruyur. Hansı ki, məsələn, yüksək sürətlə hərəkət eləyəndə anidən qabaq tormozu sıxanda motosiklın arxası qalxır və yapışırsınız yerə. Həmçinin eyni qayda ilə arxa tormozu da basanda arxada güc olmadığına görə motosikl sürüşür. Yağışlı havalarda bu daha çox baş verir və motosikl nə edir? Sürüşür, aşır və siz də yerdə bir sözlə sürünmüş olursunuz. Təbii ki, bunu heç kim istəmir, amma ABS-i düzgün işlətməyi də bacarmaq lazımdır. Yəni ABS-dən düzgün işləmə prinsipi var. ABS ümumiyyətlə ABS-in var deyərək də tək arxa tormozu, tək qabaq tormozu axıra kimi sıxmaq ümumiyyətlə məntiqsiz yanaşmadır. Tormoz məntiqi budur ki, tormoz balanslı şəkildə iki tormozun birlikdə bir sözlə idarə olunması ilə basılan bir şeydir. Yəni ki, qabaq tormozu tutaq ki 70% sıxırıq. Çünki əsas güc mühərrik motosikl irəli getdikcə əsas güc qabaq tormozdadır, təkərdədir. Qabaq tormozu 70%, 80% sıxırıq ki, motosikl yavaş-yavaş amortizasiya kilitlənsin və motosikli rahat şəkildə saxlaya biləsiniz. Eyni halda tək qabaq tormozu sıxmırıq. Həmçində arxa tormozda balansı qorumaq üçün arxa tormozdan qabaq tormozu, harasa arxa tormozu da ki 20%, 30% və yaxud da ki 40% civarında basırıq. Eyni anda balanslı şəkildə hər ikisini limon sıxarmış kimi metodla tormoz verməli. Yəni birdən-birə qabaq tormozu basım, ABS var və yaxud da arxa tormozu basım tək şəkildə basmağınız heç tövsiyə olunan deyil. Bu qəzaların çoxu da tək arxa tormozu basanlarda baş verir. Çünki arxa tormoz güc olmadığına görə arxa tormoz sizi heç yavaşlatmır. Arxa tormozu basırsınız, ABS də kilitləndiyinə görə atır avtomatik və gedib müəyyən qədər dayanırsınız. Biz indi sizə burada həmçinin bunu da imitasiya eləyəcək, yoxlayacaq, tək qabaq tormozu sıxaraq saxlamağa çalışacaq, tək arxa tormozu sıxaraq saxlamağa çalışacaq, arxa tormozu basıb sonra qabaq tormozu basacaq və yaxud da qabaq tormozu basıb sonra arxa tormozu basacaq. Nəysə, bugün bunların hamısını burada göstərəcək və sizə ən ideal dayanma məsafəsini göstərəcək. Burada konuslarımız var yerdə, siz onları indi birazdan görəcəksiniz. Həmin konuslarla nə edəcəyik? Təbii ki, biz tormoz məsafəmizi ölçəcəyik ki, harada dayandıq və növbəti tormoz verəndə artıq harada dayanır. Yəni bunları bir-bir biz yoxlayacağıq və siz də bunları diqqətli şəkildə görəcəksiniz. Həqiqətən də maraqlı olacaq. Həmçində maarifləndirici olacağına da əminəm. Ona görə tormozunuza güvənin. ABS olmağı və yaxud da olmamağı sizin üçün heç nə dəyişməməlidir. Ümumiyyətlə həmişə qeyd etdiyim kimi ABS işləyəcək səviyyədə tormoz verirsinizsə, demək ki, burada bir xəta var, burada bir qəza şəraiti var. Çox riskli bir vəziyyətə düşmüsünüz. Elə-belə yolda gedəndə amma ABS basacaq səviyyədə tormoz verirsə, demək ki, siz motosikildə hələ tormoz məntiqini tam şəkildə tutmamışsınız. Mənim yəni yadıma gəlmir ki, ABS orada nə vaxtsa işləsin. Yəni ABS işləyəcək səviyyədə tormoz verin. Bu söhbət qəza şəraitindən qaça bilmirəm və yaxud da ki, qəza şəraitinə düşmürəm demək deyil. Sadəcə tormozu düzgün verəndə, balanslı verəndə, məsələn 70% qabaq tormozu, 20%, 40% arxa tormozu verəndə balanslı şəkildə iki tormozun da müəyyən qədər sizi saxlaması kifayət edir ki, siz qəzadan yayına biləsiniz. Yəni bastım hala ABS var idi, nə oldu? Getdim, girdim loviyalığa. Belə şeylər düşünməyin. Ona görə həmişə bu məsələdə diqqətli olun. Gəlin keçək. Biz artıq mərhələmizə hansı ki konuslarla artıq müəyyən eləyəcək ki, növbəti tormoz məsafəmiz hardaydı? Bunu keçək, görək başımıza nələr gəlir. Deməli, məsələ nədir? Mən sizə qeyd edeyim. Burada gördüyünüz kimi bizim konuslarımız var. Biz hər dəfə dayandığımız yerdə konusları yerləşdirəcəyik. Əsas məsələ budur. Deməli, motosiklimize minirik. Okey, hazırıq. Oradan sürətlə gələcək və burada dayanmağa çalışacaq. Bu xəttin yanında dayanmağa çalışacaq. Bu işləyirmi? Hər şey çəkirmi? Qəşəng. İndi ilk olaraq mənim eləyəcəyim şey nədir? Sürətlə gəlib sadəcə qabaq tormozla, ya da yox, ilk olaraq arxa tormozdan başlayaq. Arxa tormozu sıxaraq özümü saxlamağa çalışacağım. Sadəcə arxa tormoz, başqa tormoz işlətməyəcəm. Getdik. Sadəcə arxa tormozu sıxdım və yəni görürsünüz, heç bura konus qoymağa ehtiyac yoxdur. Siz məni görmürsünüz yəqin ki videoda. O qədər uzaqdayam ki, yəni nətər izah edeyim sizə. Yəni buralardayım. Yəni istənilən bir
qəza şəraitində arxa tormuzu tək basıb ABS olmağına baxmayaraq, ABS olmasaydı nə olacaqdı? Mən sürüşüb sağa sola aşa bilərdim. Çünki istərsiniz arxanı qaçırdıb sürüşür elə də ABS olmayanda. Yəni ən uğursuz tək tormuz, bunu ümumiyyətlə ağlınızdan çıxardın. Gördüyünüz kimi harda getdi, saxladı. Bəzi hallarda piyada keçidlərində insanların vurulmasının əsas səbəbi budur. Əsas səbəbi nədir? İnsanlar arxayın olur ki, məsafə yaxında, ABS-i sıxır, ABS saxlamır axı. Yəni baxın, adi bir yavaş sürətlə belə gedirəm, tutaq ki, baxın. İndi bu sürətlə belə gedəndə, məsələn, ABS-i basıram. Gördünüz, ABS yükü 3 dəfə atdı. 3 dəfə atmağı bilirsiniz nədir? Mən artıq qəza şəraitinə yaxınlaşdım. Gözlədiyim məsələ alınmır. Ona görə ABS yadınızda saxlayın ki, heç vaxt sadəcə arxa tormuzu basaraq heç bir şeyi saxlaya bilməzsiniz. Qısa bir məsafədə belə, piyada keçində belə ABS oldu, olmadı, fərqi yoxdur. Arxa tormuzdan istifadə eləmək məsləhət deyil. Tövsiyə olunmur, yəni bir sözlə. Gəlin, indi eyni şeyi tək qabaq tormuzdan eləyək. Sadəcə qabaq tormuzu basaraq saxlamağa çalışacağım. Gedirik. Okey, tək qabaq tormuzu bastım. Buralarda dayandım. Gəlin indi bir dəfə də yoxlayarıq. Konusun birini qoyun bura. Baxın, özünüz gördünüz şəxmin ki harda dayandı. Konusun birini götürürük. Sağ olsun, bu arada Motorride Akademiyada bizə şərait yaradıb ki, biz burada bu videoları rahat şəkildə çəkə bilirik. Konusun birini qoydum bura. Görün nə qədər məsafədir. Oradan bura, yəni bir 3 dənə maşını elə bil əzmişəm, ya da 3 dənə maşın məni vurub. Biraz da sürətli gəlmirəm, hələ siz təsəvvür edin. Bu şəhər içi məsələ içindir. Yəni bu trasda istərsiniz məsafə uzunluq görə bilirsiniz. Bir dənə çəkirik. Okey, gedirik. Ən qısa məsafəni götürək. Yenə də baxırıq ki, görün nə qədər məsafə var. Yəni xeyli məsafə var. Və bunu gətirib qoyuruq bura. Tutaq ki, bura. Haradasa neçə metr? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 metr. Haradasa 10 metr 2 maşının məsafəsidir. Bəlkə də hətta balaca maşın olsa 3 maşının məsafəsidir. Yəni gördüyünüz kimi çox böyük bir ərazi olduğuna görə, yəni bir sözlə yenə qəza yaranır. Tək qabaq tormuzu sıxmaq da bizim üçün heç də tövsiyə olunan bir şey deyil. Bunu da bilin. Növbəti keçirik balanslı tormuza. Hansı ki bizim tövsiyə elədiyimiz ən vacib tormuz növlərindən biridir. Keçirik balanslı tormuza. Birinci, arxa tormuzu yavaşça sıxırıq, qabaq tormuzu isə tam. Yəni bir sözlə dediyimiz kimi 40% arxa tormuz, tutaq ki 70%, 80% qabaq tormuzu sıxaraq bir nümunə olaraq göstərəcək, görək beldə necə dayanacaq. Bunu da yoxlayırıq bir sözlə. Balanslı tormuz. Gedirik balanslı tormuza. Balanslı tormuz verdik. Gördüyünüz kimi ABS, hətta mən sizə deyim ki, ABS tam olaraq işə də düşə bilmədi. Çünki mən balanslı tormuz verdiyimə görə qabaq biraz saxladı, arxa biraz saxladı balanslı tormuz. Gəlin bura bir konus verək, konus qoyaq. Görək daha da qısalda biləcəkmi? Bir maşın məsafəsi var hardasa. Yəni ki, özümüzü qorumaq üçün xeyli təhlükəsiz ərazimiz var. Yəni ora baxın, bura baxın da. Yəni özünüz görürsünüz yəqin ki. Hələ mən fikirləşəm, bunu biraz da yığa bilərik. Biraz da daha qısa məsafə eləyə bilərik deyə düşünürəm. Bir də yerimizdə qısadır, dardır. Ona görə dönüş bucağı, dönmək və sürətlənmək də biraz çətin olur. Ona görə buradan bir daha cəhd eləyirik balanslı tormuzumuza. Təxmini eyni. Gördünüz? Yəni birazını fərq elədi. Məsələ nədir? Əzizlərim, gördüyünüz kimi balanslı tormuz məsələsində təxmini olaraq belə daha yaxşı oldu. Yəni ki, tormuzu verdik və müəyyən qədər, haradasa bir maşın məsafəsi var. Onsuz da biz qarşıdakı maşınla aramızda bir maşın məsafəsi qoyuruq həmişə. Ona görə balanslı tormuzu vermək çox vacib məsələdir. Arxa tormuzu sıxırıq. Eyni, bu saniyənin mində birində olan hadisədir. Arxa tormuz və qabaq tormuz. Sıxdıq və mototsiklimiz tam şəkildə, rahat şəkildə dayandı. Özünüz də yəqin ki, məsafəni gördünüz. Birinci hara, ikinci hara. Yəni ki, bunu da özünüz tam olaraq görə bilirsiniz. Növbəti nəyi yoxlaya bilərik? Əslində yoxladığımızı yoxladıq. İndi
Yəni həmişə ona görə tormuz məsafənizi qorumalısınız. Bunu siz bilməlisiniz ki, mən nə qədər məsafədə tormuz eləyə bilirəm. Tutaq ki, mən bu motosiklla, hər motosikllin tormuz hissiyatı, tormuzu fərqli olur. Bu motosiklla mən hansı səviyyədə tormuz verə bilirəm? Bu dəqiqə biz bunu gördük. Deməli əzizlərim, əsas məsələ bildiyiniz kimi tormuzdur. Hər mühərrikli vasitələrdə tormuzunuzu bilməlisiniz və mütləq dərəcədə yeni bir motosikl alanda da boş bir ərazidə bir onun tormuz məsafəsini yoxlayın. Çünki istərsəməz onun bir sözlə tormuz sisteminin quruluşuna görə, həmçinin sizin motosikla baxım keyfiyyətinizə görə, hansı ki bəzilərdə disk o qədər yeyilib ki, hətta nəzik belə əllə əyilir, yəni o səviyyədə motosikl baxımı eləmək, tormuz baxımını eləmək, vaxtında motosiklın əyləc yağlarını dəyişmək, baxdırmaq çox vacib məsələdir və bunu eləyəndən sonra istər-istəməz sizdə bir özgüvən olacaq və siz boş bir ərazidə bu tormuz məsafənizi yoxlayın. Gördüyünüz məsələ, mənim tormuz məsafəm bir maşın qədərdir. Yəni mən demək ki, əgər yolda sürətlə hərəkət edirəmsə, ümumiyyətlə normal hərəkət eləyəndə belə bir maşın qədər boş yer qoymaq məcburiyyətindəyim. Çünki mənim tormuz məsafəm odur. Yəni maksimum sürətlə gəlib tormuz verəndə gördünüz ki, hara kimi düşür. Amma mənim tormuz vermə məntiqim də çox vacibdir. Yəni tormuzu düzgün vermək ən vacib şərtlərdən biridir. Dediyim kimi, qabaq tormuzla arxa tormuzun balansı olmalıdır. İstəyir kiçik belə deyim, ani qarşınıza çıxa biləcək hadisələrdən yayınmaq üçün ümumiyyətlə birinci olaraq tormuzu fikirləşməmişdən əvvəl qaçmağı fikirləşməlisiniz. Amma tormuz məsələsinə gələndə isə balanslı tormuz vermək, arxa tormuz və qabaq tormuzun vəhdətini istifadə eləmək sizi daha təhlükəsiz belə deyim, dayanmağınıza dəstək olacaq. Ona görə bu məsələdə də yəqin ki, aydın olduqsa tormuz məsafəmiz bizim həmişə ən önəmlisidir. Hər motosiklın özünə uyğun tormuz məsafəsi olur. Ona görə siz tormuz məsafənizi bir ölçün. Ondan sonra artıq maşınlarla o aralıqda yer saxlayın ki, təhlükəsizlik şarınız heç kimin bir sözlə digər təhlükələrin ərazisinə girməsin. Ona görə videomu bəyənib şərh eləməyi unutmayın. Dediyim kimi balanslı tormuzun əhəmiyyətini burada bir daha gördük. Balanslı tormuz verməyəndə isə gedib nə edirik? Giririk lovyalığa. Ona görə heç kimə lovyalığa girməyə arzu eləmirəm. Qəzasız, bəlasız sürüşlər olsun. Bir daha deyirəm, Motorride Akademiyada təşəkkür edirəm ki, bu ərazini açıb bizə sağ olsun Çingiz müəllim. Biz də burada şötdürübdən ora gedir, bura gəlirik. Bir daha hər birinizə təşəkkür edirəm. Videomu bəyənib paylaşmağı, şərh yazmağı unutmayın. Sağ olun.